təşəkkür eləmək istəyirəm ki, gəlir, gəlsin. İşlədiyim yerə görə təşəkkür məktubu yazardım. Çox sağ ol ki, siz mənlə bir yerdə çalışırsınız və həmişə dəstək olursunuz. Çox şükür sağ-salamat qurtardım. Qabağıma çıxan insanlar üçün təşəkkür edərdim. Çünki bəxtimdən həmişə qarşıma çıxan insanlar həmişə elə bu kollektivin özündə də çox yaxşı, çox supportive, çox dəstək yönümlü olublar. Özümə təşəkkür məktubu yazardım. O hansısa bir vacib bir işi bitirəndən sonra kompüter və sakitə söndürüb çıxırsan ofisdən. Ay, yəni bu ayı da yola verdik. Agentlərimizin merchlərin dizaynını bitirdiyim an dedim ki, bunu da həll elədik. Secret Santası olduğum adamın hədiyyəsini alıb nəhayət paketləyib qoymaq. Böyük bir marka üçün çox qəşəng bir dənə kommersial reklam hazırladıq. Mart ayı skopunu çatdırdığımız ay. Fikirləşirdim ki, timə adaptasiya biraz çətin olacaq, amma çox tez oldu və mən ona görə dedim ki, bunu da elədim. Qüdrət Qurbanın tasklarını təhvil verdiyim hər. Trendestə işləyəcəm. Trenders kollektivinə qatılım. Açıq düşüncəli, müasir bir insanların olduğu şirkətdə HR biznes partneri olacağam. Hansısa taska baxıb çatdıraraq sözünə bu qədər inanacam da. Qrafik dizayn sahədən production-a keçəcəm. Hobbi olan süni intellekt hazırda real işim olsun. Globalda gedib böyük bir kütlənin qarşısına çıxış edəcəm. Qəfildən yuxudan durdum və prezident tərəfindən mükafatlandırıldığımı gördüm. Project manager gəlmişdim və kreativ direktor olaraq davam edəcəm. Dizayner olacaq. Uşaq vaxtı manifestlədiyim bir iş ortamında çox yaxşı bir vəzifədə işləyəcəm. Flora işdən çıxacaq. Bugün burada olacağam. Bol motivasiya, çoxlu pul, yaxşı qazanc. Bütün işlərə arzu edirəm ki, o qədər pullar olsun ki, ayın axırı maaşı gözləməsinlər. Şablon olsa da can sağlığı, bu çox vacibdir doğrudan. Çünki insanın birinci öz bədəni sağlam olmalıdır ki, o sağlam düşünsün. Hamı uğura nail olsun.